Salam, hər vaxtınız xeyir olsun sevgili tamaşaçılar. Baharın bu anında, bu günündə Novruz ətri burnumuzdan getməmiş, xoşça gördük sizlərin hər birini. Belə deyirlər ki, dahilik insanlığın zirvəsidir. Zaman, məkan, imkan olmasa dahilər yaranmır və dahilik fitri istedadın və gərgin əməyin nəticəsidir. Bunu dahilik zirvəsinə qalxmış dühalarımız özləri belə etiraf ediblər. Einstein deyirdi ki, dahilərin dühasının 10% istedaddır, 90% isə gərgin əməyin nəticəsidir. Asif Ata isə deyirdi, dəryalara, ümmanlara bənzər var dahilərin. Onlar adi çaylardan yaranmışlar, lakin çay deyirlər, dənizdirlər, ümmandırlar. Dağlara bənzəri var dahilərin. Onlar xırda-xırda daşlardan yaranmışlar, lakin daş deyil, torpaq deyil, dağdırlar, zirvədirlər. Dahiliyin yaranması üçün, dühaların yaranması üçün zaman, məkan, imkan lazımdır. İnsanların daim zamana, məkana, imkana, məqama möhtacı olur. Və belə deyirlər ki, imkan olmasa insan dahi ola bilməz, məqamında insan dahi ola bilir, imkan məqamında yetişir, məqam isə imkanın həqiqətə çevrildiyi ən ali nöqtəsidir. Onu da gəlin belə deyək, zamanın zirvəsi ömür, məkanın zirvəsi ünvan, imkanın zirvəsi həyat, məqamın zirvəsi zaman, insanlığın zirvəsi isə dahilikdir. Və zamanın da, məkanın da, məqamın da, insanlığın da yaxşısı olur, pisi olur, acısı olur, şirini olur. Biz isə ən gözəl məqamı, ən xoş məqamı cəm olduq bir yerə ki, o gözəl anları sizlərə bəxş edək. Elə isə xoşça gördük hər birinizi. Bugün inanıram ki, bir gözəl ovqatlı verişi sizlərə təqdim edə biləcəyik. Çünki mənim ətrafımda, eyni zamanda bizim kameralar arxasında da çox möhtərəm, gözəl qonaqlarımız var və bizləri elə bilirəm ki, bütün evlərdə, bütün bölgəmizdə və regionumuzda hər bir evdə artıq izləyirlər. Çünki Türkiyə televiziyasında Xoşovqat proqramının artıq efir vaxtı gəlib çatıb. Elə isə qonaqlarımı sizlərə təqdim edim və elə məndən sağda əyləşən qonaqları bir-bir sıra ilə təqdim edeyim. Hər birini tanıyırsınız, efirlərimizdə, ekranlarımızda daim olan gənc istedadlarımızdır. Mən dahidən, dühadan danışdım. Həmin istedadları, həmin gəncləri biz bugün cəm eləmişik. Həmin gənclərimizdən Şöhrət Kəlbəcərli, Aşıq Şəhriyar Qaraxanlı, İlqar Qələmçəli və eyni zamanda Aşıq Şöhrəti Balamanda müşayiət eləyəcək balamançımız Yaşar Kəlbəcərli. Hər birinizə xoş gəlmişsiniz deyirəm. Biz bugün nə ustad aşıq çağırmadıq, nə saz bilicisi çağırmadıq, nə də bir şair dəvət eləmədiyim. Mən elə bilirəm ki, sazı da, sözü də, şeiri də elə hamısını özümüz cəm olub bu tamaşaçılara bir gözəl ovqatı təqdim edə biləcəyik. Elə isə xoş gəlmişsiniz, hər birinizi xoşça gördük. Buyurun, tamaşaçılarla baş-başasınız. Çox sağ olun Çiçək xanım, bir daha hər vaxtınız xeyir olsun deyirəm. Bütün tamaşaçılarımızı salamlayıram. Türkiyə TV-nin rəhbəri başda olmaqla bütün işçilərinə, əməkdaşlarına minnətdaram eləcək. Zəhmət olmasa mikrofonunuz açıqdırmı, efirə geçsin səsiniz? Təşəkkür edirəm hər birinizə. Bayram münasibətilə bütün xalqımızı təbrik edirəm. Arzu edirəm neçə bayramlara çıxasınız deyirəm. Ustadımız Aşıq Ələsgərdən bir ustadnamə deyək. Nə gözəl. Şükür dərgahına qadir Allahın, məclisə Peyğəmbər ətri gəldi. Yazılıb Bismillahirrahmanirrahim, Quranın nə gözəl sətri gəldi. Fatma təmkinli məhbarə üzlü, gözünün altından məclisi süzdü. Gətdiyi neməti süfrəyə düzdü, elə bil anamın fətri gəldi. Köynəyi Kəbədən gəlib nizama, təbəkkürdür əhli halı danana, Ələsgər qurbandı Şah Mərdana, üstümə ağamın qəsri gəldi. Allah Allah. Ustadlara rəhmət. Ustadlara rəhmət. Şəhriyarın təbriki var yəqin ki, hər əlinizdən bir qısaca da olsa rəsminiz Çiçək xanım, mən də sizə təşəkkür bildirirəm. Xalqımıza, elimizə, ovamıza salamlar olsun. Uca dağdan vurulub enən dumanlara salam. Bu dumanlardan durulub gülən dumanlara salam. Salam sözlərin sözüdür,
Salam sözlərin gözüdür, salam Tanrının özüdür, salam umanlara salam. Gözəl. Dediniz bu şeir kim Məmməd Dəmirçioğlu'nundur. Xahiş edirəm veriliş boyunca dediyimiz şeirlərin ünvanını, adını, müəllifini də deyək. Buyurun Yaşar, salamlayın. Şeyx xanım, çox sağ olun, sizə minnətdarıq. Biz də bütün Azərbaycan xalqının Novruz bayramı münasibətilə hamının bayramı mübarək olsun. Türkiyə TV-nin müdürü başda olmaqla sizlərə çox təşəkkür edirik. Təşəkkür edirik. Azərbaycanın sevimli aşıq sənətinə, saz sənətinə belə qiymət verdiyinizə görə sizə öz minnətdarlığımızı bildiririk. Təşəkkürlər. İlqar buyursun. Hər vaxtınız xeyir olsun deyirəm. Bizi izləyən televiziya tamaşaçılarının hamısını salamlayıram. Təşəkkür edirəm ki, Qızıldan qiymətli vaxtlarını səhər tezdən durub bu xoş ovqat verilişinə diqqətlərini cəmləyib bu gözəl verilişə baxırlar. Bayramlarınız mübarək olsun, ey Azərbaycan. Hamınıza eşq olsun. Çox sağ olun, təşəkkür eləyirəm hər birinizə bir daha. İlqar səhər tezdən dedi, mən səhər sübhün alatoranı yuxudan duranda bir gözəl mənzərənin şahidi oldum. Gördüm quşlar oxuyur, quşlar alatoranda oxuyur. Elə özüm də bir zövq aldım o quşların səsindən və bayaq Şəhriyar Məmməd Dəmirçioğlu'nun bir şeirini dedi. Mən də bircə bəndini deyim Məmməd Dəmirçioğlu'nun və tamaşaçıları o şeirlə salamlayaq, sonra sözü sazı ötürək. Nəğmə dedi quşların dilləri Sübhanallah, açıldı könüllərin gülləri Sübhanallah. Gün yanıb sönən oldu, qrupdan dönən oldu, bugün də sabah oldu, səhəri Sübhanallah. Beləliklə Sübhanallah deyib, elə bayaq Ustad Ələsgərdən, Dədə Ələsgərdən Şəhriyar da bir gözəl Allah kəlamı ilə, Peyğəmbər kəlamı ilə başladı və bir gözəl ifa ilə davam eləyək. Tamaşaçılarımızı bir sazla da salamlayaq. Şöhrət, necə bilirsiniz? Hansı hava gəlir indi sizdən? Dubeyti havası, sözlər ustadımız Dədə Şəmşirdən. Aha, nə gözəl, nə gözəl. Buyursun Aşıq Şöhrət. Nazlı canan axşam çağı, göz tihmişdi yola sarı, qıvrım tellər çin-çin olub, tökülübdür qola sarı. Aşkar bakma arif duyar, ara vurar
Aşkar baxma Arif duyar, ara vurar mərdi məzər, ha ləblərinin şirəsi var, arı qonar bala sarı. A belə yüzüm göstər qəmər kimin, açılmış tən zətər kəmin. Lay la lay la, ərkə lay la, bala lay la, bala lay la. A belə şəmşiri bir kəmər kimin, eller 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 şəmşiri bir kəmər kimin. Dolayınca ailələr, belə sar ailələr, belə sar ailələr, belə sar. Üzüm göstər qəmər kimin, açılmış təzə tər kimin, şəmşiri bir kəmər kimin, dolayınca belə sarı. Eşq olsun, eşq olsun. Ustadlara rəhmət. Buyurun, əyləşin, Aşıq Şöhrət. Çox təşəkkürlər. Bal kimidir da, bal kimi, qaymaq kimi. Bilirəm deyəcəksən, səhər-səhərdir. Səsim yaxşı işləmir. Bu mütləq daşıqlarda bu sözü çox eşidirik. Ancaq gözəldir. Bal yerinə, qaymaq yerinə gedir səhər-səhər. Və hər birinizi İlqar, Şəhriyar, Şöhrət bir yerə cəm eləməkdə məqsədim var idi. Mən istədim ki, yəni əlimiz çatan, ünümüz yetən istedadları biz bir verilişə, gənc istedadları bir verilişə cəm eləyək və onların ayrı-ayrılıqda birini solo ifaçı kimi, birini sinə səsi kimi, birini gözəl şaqraq səsli, Əkbər sayağı səslərinlə biz tamaşaçılara bir zövq verək və sizin timsalınızda tamaşaçılara onu da çatdırım ki, yəni elə bilməsinlər ki, bizim Gəncəbasar bölgəsində, regionumuzda təkcə istedadlar elə bizim bu verilişdə oturan bu sənətkarlarımızdır. Xeyr, əslində biz onlara da zəng vurduq, telefon açdıq və işlərinlə bağlı onlar gələ bilmədilər. Təbii ki, hər bir, bütün o istedadları bir yerə də cəm eləmək elə veriliş baxımından da, vaxt, məkan baxımından da bizim üçün də çətinlik yaradır. Elə Aşıq Əli demiş, bərəkət, nə yığmışıq buna da bərəkət. Yəni, bu gözəl istedadlı balaları buraya cəm elədik sevgili tamaşaçılar. Elə bilirəm ki, evlərinizdə bir gözəl bayram aurası, bir gözəl xoş ovqat yaşanacaq. Bu Çiçək xanım xoş ovqat verilişi ilə bağlı. Mən bilirəm ki, bugün bizi nəinki bölgəmizdə, regionumuzda qədim qaim Borçalı ellərindən ta üzü belə Badüküva şəhərinə qədər, Bakı şəhərimizə qədər hər bir kəs bizi izləyir və bizim xoş ovqat proqramı internet üzrə də hər yerdə yayımlanır. Əgər pultda oturan həmkarlarımdan xahiş eləyim ki, bizim mümkün olsa internet saytımızı da mən deyim, siz efirdə verəsiniz. www.turkeltv.az sayti bizim Türkel televiziyasının internet saytidir. Bu ünvandan sevdiklərinizə bu ünvanı göndərə bilərsiniz və verilişlərimiz canlı olaraq izlənə bilər. Bəli, mənim əzizlərim, solo ifaçılığa gəldik. Yəni bir ifanı Şöhrətdən aldıq. Bir halda ki, Dədə Ələsgərdən, Dədə Şəmşirdən danışdıq. Onda gəlin elə ustadlar yolu gedək. Bax, bu sənətdə elə müraciət edeyim hər birinizə. Kimlər kimdən bəhrələnib? Kimlərin ustadı kimlər olub və bugün də kimlərdən bəhrələnirsiniz? Elə mikrofonlarınızla, buyurun sizin mikrofonunuz buradadır. Hər kəs öz ustadından və kimlərdən bəhrələnir açıqlayın. Çox sağ olun, çox gözəl söhbət eləyirsiniz. Təşəkkür edirəm yenə də sizə. Mən ilk öncə Daşkəsən rayonunda musiqi məktəbini qurtarmışam. Mənim ustadım Aşıq Akif Rəhimli olub. Ona efir vasitəsilə təşəkkür edirəm, minnətdaram. Və mənə öz atam öyrədib. İndi hal-hazırda elə Aşıq Əhlimandan dərs alıram.
Bu efir vasitəsilə Aşıq Əhlimanı salamlayıram. Əhliman Ustadım. Kəlbəcərli. Bəli. Aha, çox Qardaşı gözəl Balabançı İbadət Allahverdiyev salamlayıram. Onlara eşq olsun deyirəm. Yaxşı, qoy onda səni söhbət bizim- edər, bütün Kəlbəcərliləri salamlayaq. Bir saz-söz xiridarı deyimmi? Böyük alim deyimmi? Folklorşünas deyimmi? Qazaq rayonunda yaşayan çox hörmətli Məmməd Əli müəllimi salamlayıram. Bizim yəni istər havadamı, istər şeirdəmi, nəsə bir bilmədiyimiz, çatışmayan bir işimiz olanda zəng edirik Məmməd Əli müəllimə. Məmməd Əli müəllim. Öyrənirik. Məmməd Əli müəllim, bəs bu nətərdir, bu necədir? Yəni Gözəl. sağ olsun bizə çox göstərişlər verir. Və bugün hal-hazırda Təşəkkür edirəm. aşıqlardan, sizdən öndə gedən aşıqlardan kimlərdən bəhrələnirsiniz şöhrət? Yəni dünyasını dəyişmişlərdən, ya indi yaşayanlardan. Əlbəttə ki, Aşıq Əkbərindən, Əkbər Cəfərovun yəni yolunda mən ifa eləyirəm. Amma ustadım Aşıq Əhlimandır. Gözəl. Şəhriyar buyursun görək kimlərdən bəhrələnir. Çiçək xanım, mən də ilk ibtidai dərsimi mənim el oğlum gözəl insan Ramindən almışam, Aşıq Ramindən. Sonralar bir çox aşıqxanlara Allah rəhmət eləsin. Onun təsiri Xeyir təsir olub və indi hal-hazırda bizim ustadımız olan böyük ustadımız Əli Quliyevdən dərs alıram, ustad dərsləri alıram, sənətin incəliklərini öyrənirəm, Ustadı da dərinliklərini salamlayırıq, öyrənirəm. Elə buradan buyurun. salamlayıram ustadımı. Eşq olsun ustada, var olun. Aha, çox təşəkkürlər. İlqarın bilirəm ki, deməyə mütləq sözü var. Buyur İlqar. Mənim ustadım çox olub Çiçək xanım. Bu dəqiqədə mən öyrənirəm. Təbii ki, 5-dən qəbrə kimi öyrənmək lazımdır, çalışmaq lazımdır. Heç vaxt demək olmaz ki, var, bilirəm, bəsimdir, xeyr. Ustadlardan dərs almaq belədir ki, mən Şöhrət qardaş demişkən, Hüseyin Arif adına musiqi məktəbinin 5 illik qutarmışam. Həmən ərəfədə Aşıq Məqsəd Qasımov çox sağ olsun, bizə dərs keçirdi. Sonradan mən dərslərimi Aşıq Şəhadət Gülməmmədovun yanında davam elətdirdim. Şəhadət Böyük əmini də ustadımızdır, salamlayırıq. mən salamlayıram. Və sonradan solo ifaçı kimi mənə Aşıq Eldar Əsədoğlu'nun çox təsiri oldu. Mən getdim, onun barmaqlarından müəyyən sirləri, sehirləri öz barmağıma köçürdüm. Və köçürə bildimsə özümü xoşbəxt sayıram. İnşallah indi birazdan mənim ifamı da işlərsiniz. Amma yəqin ki, şair ailəsində doğulduğum üçün, müəllim ailəsində doğulduğum üçün, hardasa gözümü açanda saz gördüyüm üçün bu sazın da təsiri çox böyük Bəli, oldu. ocaqlığın sizə böyük Bəli. təsiri var. Yəni, ən azından bizim nəsildə kökdə bir dənə saz ifaçısı, saz çalan, biraz şeirdən zaddan, yəni şair kimi çoxdur bizdə, özünüz bilirsiniz. Bəli, bütün qələmçəli Hə. ocağını salamlayırıq. Sağ olsunlar. Amma ki, babam Eyvaz qələmçəli çox gözəl saz ifa edirdi və özünə məxsus onun yolu var idi, oxuyurdu. Bu dəqiqədə mən hardan lent yazılarına baxanda qulaq asıram, doğrudan da ustad yolu ayrı şeydir. Ustaddan dərs almaq, ondan bəhrələnmək, onu dinləmək, ona çatmaq məqamlarını gərək yaşayasan. Əsas odur ki, mən sonradan bizim gözəl sənətkarlarımız, indi siz bayaqlar deyirsiniz, televiziyada kimi izləyirsiniz, kimdən bəhrələnirsiniz. Mən bizə əziyyəti keçən o demək deyil ki, biz elə onun yanında olmamışıq, onun barmaqlarından nəsə. Amma onun lent yazılarına Şöhrət müəllim demişkən, mən Aşıq Ədalət Nəsibova qulaq asmışam, Aşıq xanlara qulaq asmışam, Əli Quliyevə qulaq asmışam və bu günləri doğrudan da saz solo sənətində özünə məxsus yeri olan bizim, o da Kəlbəcəridə, Ədalət Dəlidağlı var, ona qulaq asıram, öz müəllimim Eldar müəllimdən bəhrələnirəm. Və bunların mənə gəlir ki, davamı olmalıdır. Ta ki biz özümüzü tanıyana kimi, özümüzü tapana kimi müəyyən insanlardan, müəyyən ustadlardan bəhrələnməliyik, onların yolu ilə getməliyik. Bəzən deyirlər ki, sən filan kəs kimi oxuyursan, niyə özün kimi oxumursan? Əşi, mən özüm ha vaxt tapdım ki, bir özüm kimi oxuyam. Mən ustad görməliyəm, ondan bəhrələnməliyəm, onun kimi olmalıyam və müəyyən yaş həddinə çatanda hardasa bəlkə özümdən nəsə bir yenilik mi deyim, özümü şeyləmək üçün... Bax, burada bağışda sözünü kəsirəm. Vallahi sən belə deyirsən, özümü tapdım. Mən belə baxıram, sən ustadlarından da
gözəl ifa eləyirsən. Hələ özünü tapmaq deyirsən. Çox gözəl ifa eləyirsən. Mən səni efirlərdə çox izləyirəm. Çox gözəl, şirin barmaqların var və mən bu gəncləri bura elə belə ötəri yığmamışam. Sizin hər birinizin nə qədər tamaşaçı auditoriyanız var, nə qədər sevən və sənət biliciləri sizi nə qədər dəstəkləyir. Yəni siz elə belə baxmayıb özünüz. Yox, əstəğfurullah deyirəm. Yəni mən xoşum gəlmir. Ümumiyyətlə özümü tərifləmək də istəmirəm. Yəni bir sözüm var ki, yəni öyrənək də, gəlin ustadlarımızdan dərs alaq. Dərs dediyin kimi beşikdən qəbrə qədər öyrənmək. Bəli, öyrənmək lazımdır, çalışmaq lazımdır ki, bu ənənəni sağlam şəkildə davam etdirək. Və sizin hər birinizə bir daha ona görə təşəkkür edirəm ki, təkcə saz çalmaq, ifa, oxumaq baxımından yox, eyni zamanda ustad ədəb-ərkanı gördüyünüzə görə hər tərbiyəniz yerindədir. Hər mədəniyyətiniz yerindədir, hər tərbiyəniz yerindədir. Oturuşunuz, duruşunuz, mədəniyyətiniz, salğarınız, sambalınız yerindədir. Çox şükür Tanrının verdiklərinə. Mən ona görə sizləri cəm eləmişəm və sizləri də bir nümunə kimi göstərmək istəyirəm. Sizin yaşda olan gənclərə və sazı əlinə alıb necə çalanlara sizi nümunə göstərmək istəyirəm. Və telefon bağlantısında tamaşaçımız var, bəli, eşidirik. Alo. Bəli, bəli, eşidirik. Sabahınız xeyir olsun Çiçək xanım. Sabahınız xeyir. Aşıq Sovqatdır. Buyurun, Aşıq Sovqat. Sizi bu yaz günləri münasibəti ilə hər birinizi təbrik edirəm. Təşəkkürlər. Xalqımızı təbrik edirəm. O 3 nəfər oturan cavan oğlanların hər birini ötürəm, bağrıma basıram. Çox sağ olun. Yaşarı həmçinin, Yaşar onları müşayiət edir, onlar mən hamısı tanıyırlar. Açıq Şöhrət deyir ki, ustadım, yəni mən kilezat demirəm, deyir ki, ustadım Akifdir. Amma Akif değil də Şöhrətin, yəni bəxsi sual verdiniz ki, sizin auditoriyanız, Şöhrəti xalq sevir, elimiz obamız sevir. Təbii. Həmçinin onların hər birini onların ötürəm, bağırma basıram, o cümlələr Şəhriyar Balalı laf ürəklə, istəklə bağırma basıram. Ona görə ki, mənim dostum, qardaşım olan Aşxanların avazını yaşadır. Çox sağ olun. Onların hər üçünə təşəkkür edirəm. Təşəkkür edirik. Çox sağ olun. Təşəkkür edirik. Aysta. Təşəkkür edirik Aşıq Sovqat, çox sağ olun. Bilirəm ki, Şəhriyardan bal kimi süzülüb gələn bir sartel gözləyəcəksiniz. Çünki Şəhriyar ötən verişlərin birində bir sartel ifa eləmişdi. Hələ cəmaatın dadı damağında qalıbdı. Şəhriyardan sartel gözləyəcəyik. Ancaq İlqar, əgər fikrini yekunlaşdırdınsa, səndən bir solo ifa alaq. Necə bilirsən?
Gözəlim naz ilə çıxdın qarşıma. Çöllümün bağının saralan vaxtı. Ömrümün bağını seyrə çıxıbsan, qızıl yarpaqların tökülən vaxt. Yaş bir yana çəkir, rəh bir yana. Necə qürrələnim de qana qana. Çəkirsən məni də sən imtihana, ömür sarayımın sökülən vaxtı. Var, var, var. Eyvazam, heç yana gedib gəlmərəm. Səndən özgəsi ilə deyib gülmərəm. Mən sənin nazını çəkə bilmərəm, qəddimin əyilib bükülən vaxtı. Eşq olsun. Arada İlqar, ayaq ver bir şeir deyim şeirin cavabında. Sən Allah, qırağa çıxmasın bu söz. Bu sirri bir sən bil, bir də mən bilim. Kiminsə öyünü yıxmasın bu söz, bu sirri bir sən bil, bir də mən bilim. Ölərmi dilindən, sözündən öpən, kimin baxışıydı gözündən öpən, kimin dodağıydı üzündən öpən, bu sirri bir sən bil, bir də mən bilim. Sən yanar ulduzsan, mən doğanayam. Sən axar çeşməsən, mən dəli çayam. Kimiyə sovqatam, kimiyə payam, bu sirri bir sən bil, bir də mən bilim. Sən şahlıq istədin, fərmanın oldu. Sən əlac istədin, dərmanın oldu. Ağ Zəlimxan neçə yol qurbanın oldu. Bu sirri bir sən bil, bir də mən bilim. Bu sirri bir sən bil, bir də mən bilim.
Gözəl, gözəl. Təşəkkürlər İlqar Qələmçəli. Bax, sevgili tamaşaçılar, bu Eyvaz Qələmçəli yadigarı İlqar Qələmçəli idi. Nə yıxılmadı, nə durmadı, nə sazını atıb tutmadı. Sadəcə ifasını və barmaqlarını göstərdi. Tərtəmiz bir gözəl ruhani havası ilə. Eşq olsun və dərs aldığın ustadlara can sağlığı arzu eləyirik və kimlərsə dünyasını dəyişib onlara da Tanrıdan rəhmət diləyək. Belə müraciət eləyim, reklama qədər bir sual və bir Şəhriyardan bir ifanı alaq. Şəhriyar, hər birinizin özünüzün fikrinizi almaq istəyirəm. Belə solo ifaçılığında necə bilirsiniz, bu söz seçiminin təsiri olurmu? Yəni, təkcə ifa ilə mı? Eşitdim mən, indi sizin zənginizi qəbul eləyəcəm. Sualımı qoy tamamlayayım. Yəni, aşıqlar necə bilirsiniz, ifalarıyla tutuzdura bilirlər, oxumaqlarıyla tutuzdura bilirlər, yoxsa o seçdikləri sözlə tutuzdura bilirlər? Hansı burada daha mükəmməl, daha önəmlidir? Buyurun, buyurun. Şeyx xanım, çox sağ ol. Yaşar, qoy sənin cavabını alana qədər mən zəngi qəbul edeyim. Dedilər ki, xəttə tamaşaçımız gözləyir. Eşidirik, bəli. Alo. Salam. Geyinib, gezinib, vallah maral tək. Bugün çox gözəlsən, sən də ay çiçək. Vaqif əmidir. Salamlarımız olsun. Şeyx xanım, əhbər nəfəsli şöhrətinizə də, onunla gələn o cavan oğlanlara da, sizə də, yaradıcılıq heyətinizə də, xoş ovqata da bu qoca əmin qurban olsun. Yox, Allah eləməsin. Çox bilirəm ki, vaxtınız məhduddur. Ancaq dünən Zəlim xanı televiziyada gördüm. Ürəyim yanır, ona bir gedənə bənd şeirim var, onu deyim. Sonra xudat seçərik. Onu xəstə gördüm, üzüldü canım. Gözüm yaşla doldu, qaraldı qanım. Yalvarıram sənə ay aradanım, onu xəstəlikdən xilas eyləsən. Elin sərvətidir, qaytar eləsən. Bu dəfə də özün ona dayaq dur. Qaytar onu balalarına qovuşdur. Qürbət eldə onu darda qoymasan, ulu tanrım, Zəlim xana qıymasan. Şeyx xanım, sən bilirsən ki, mənim ürəyim doludur, boşalda bilmirəm, nə var? Mənim bir gəlacım var. Gərək bir gün sən gedən avtobusda, xahiş deyirəm sürücüdən, bana da yer versin, Gəncəyə qədər. Mən inanmıram ki, siz Gəncəyə qədər ürəyiniz boşala. Biz gərək sizinlə dünyanın o başına qədər gedək ki, sizin sinəyinizi təmiz boşala. Öpürük sizi Vaqif əmi, çox sağ olun. Siz bizim ən dəyərli tamaşaçılarımızdan birisiniz. İnşallah biz sizin başınıza cəm olacaq yaxın vaxtlarda və sizin könlünüzü, ruhunuzu bacardığımız qədər doyuzdurarıq inşallah sazımızla, sözümüzlə. Zəlimxan Yaquba isə can sağlığı arzulayırıq və bu bütün Azərbaycan xalqının hər bir şairin, aşığın, sənətkarın böyük arzusudur ki, biz Zəlimxanı yenə o şaqraq səsdə, o çağlayan bulaqlar kimi, şəlalələr kimi elə görmək istəyirik. İnşallah Tanrı bizə qismət eləyə. Buyurun Yaşar, fikrinizi davam edin. Siz sual verdiniz ki, hansı önəm? Ustadlar, mən Kəlbəcər nəfəs alət ifaçıları var, Sədir var, ustadımdır, salamlayıram, Nəcəf var, Salman var idi, rəhmətə getdi. Allah cəmi ölənlərə rəhmət eləsin. Balabançı Akif var, Kəlbəcərli. Sənət deyəndə rəhmətli Qəmkeş Allah verdiydi, Aşıq Əliş Kəlbəcərli. Bunlar məclis Qardaşxan, indi Bərdədə yaşayır. Bunlar hamısı bu dünyadan köçənlərdən bu sənəti davam eləyənlərə çox şey qalmalıdır da. Kəlbəcərin gözəl sənətkarları var. Fikriniz yayındır. Sadəcə bizim məqsədimizə gələk, nəyə demək istəyirdim? Sözləmmi, sazlanmı, ifa ilə bunların hansı... Yox, sola yeri ayrıdır, oxumaq yeri, çalmaq yeri ayrıdır. İndi mən deyirəm də, Kəlbəcərdən Qardaşxan, Aşıq Əliş, Qəmkeş Allah verdi. Yox, sadaladınız bunları. Yox, bunları sadalayırıq ki, yəni bunların da adı itməməlidir. Yox, əstəğfurullah. Bəli, buyurun. Yox, mən bir kəlmə deyirəm, ona görə onların da adı itməməlidir. Deyirik də, yəni, bax, Şöhrətin qardaşı var, Knyaz. Mən deyirəm, Şöhrətdən geri qalan sənətkar deyil. Amma bunları, yəni, getdikcə o itirdiklərimizin də adını çəkməliyik.
yaşananların Yox, dadını təbii, çəkməliyik biz ki, ustadların bu heç işlər birinin, uzun- bütün ustadlara rəhmət, qəmki Çox inşallah sağ verdi. olun, Təbii çox ki, sağ bizim ustad aşıqlarımızdandır. Kim deyir ki, biz onları unuduruq? Estağfurullah. Mən deyirəm ki, o ustadlardan Buyurun Şəhriyar. Çiçək xanım, yuxarıdan aşağı gələk də. söhbət aşıqdan gedirsə, aşıq sənətindən, yəni o ustadlardan, aşıq təkcə sazla, sola, ifa ilə yox, ya da təkcə şeirlə yox. Sola ifa da gedir, şeir də, elə mədəniyyəti də, onun elə görkəmi də, hamısı cəm şəkildə Cəm oldu, olmalı. o bəli elə olmalıdır. Yox, təkcə sola ifa ilə və yaxud da nəlim, şeirlə elə olmur. Aha, Şəhriyar, Şöhrət sözün varmı? İlqar sözün necə? Yəni mən onu demək istəyirəm. Bilirəm aşıqda hər şey cəm olmalıdır. Bu təbii ki, bunu bizə ustadlar belə öyrədib. Hər şey cəm olmalıdır. Sadəcə hər hansı bir məclisə düşəndə, tutaq ki, bir məclisdə düşmüsünüz. Mən bilmək istəyirdim orada o söz seçimi, yəni sözlə tutuzdurmaq olurmu? Yoxsa təkcə ifanın özünlə mi tutuzdurmaq olur? Hərəsinin özünün bir gözəlliyi var, yəni. Əlbəttə ki, məclisdə elə olur mağar toyu, yəni palatka toyu deyək də belə. Yəni ora düşürsən, saz balaban. Güclü səs lazımdır ki, orada oxuyasan. Yəni oxumağa yer verilir, güclü şeirə yer verilir. Belə də. İlqar sözün var mı bu barədə? Mənim sözüm çoxdur. Sizin sualınız çox gözəl sualdır. Yəni bugünkü devirdə saz sənəti mən deyərdim ki, parçalanıb təzədən birləşmək üzrədir. Yəni bu keçid devrini yaşayır. Ona görə Allah rəhmət eləsin. Ustadlar rəhmətə gedəndən sonra saz bax belə qaldı. Kimisi soloya getdi, kimisi çaldı, oxudu. Mən dedim, bax o. Bir dəqiqə. Hə, indi belədir ki, saz solo ifaçılığı da bizdən də gözəl ifaçılar var, gözəl sənətkarlarımız var, yaxşı qardaşlarımız var, saz solo ifaçılığı, necə də oxuyanlar var. Bilirsiniz, bu dəqiqə əsas odur ki, bu sazı çalırsansa, bu saza layiq olasan. İstəyir solo ifaçı ol, istəyirsən yəni zilxan aşıq ol. Yəni səni görəndə desinlər ki, heç olmasa o aşıq sözünü sana yaraşdırsınlar. Və siz dediniz, bəlkə də mövzudan kənara çıxacağım. Müəyyən insanlar var ki, sazı yalnız sinəsində bir, necə deyim sizə, yəni bir, nə deyirlər ona, bir vasitə kimi də, yəni Alət, sadəcə bir alət kimi. Bir alət kimi tuturlar və sazdan, saza xələl gətirən müəyyən elementlər sazda təkrarlayırlar. Sazı mən qıymıram şəxsən. Əsas odur ki, sazı dədə-babadan siniyaq basıb çalıblar. Sazı boyuna qaldırıb çalmayıblar. Sazı müəyyən yerdə çalmayıblar. Yəni mən dediyim odur ki, aşıq deyilən kəs o aşıq adına. Aşıq da olmasa bu dəqiqə, yəni aşıq çətindir, Şöhrət qardaş, bəlkə səhv deyirəm qarağa. O, yəni hər devrin bir aşığı var, zaman gəldi, dəyişdi, biz belə olduq. Amma ki, o aşıq deyəndə ki, aşıq Şəhriyar gəlir, Şöhrət gəlir, biz o ada, o aşıq adına layiq olmalıyıq. Çünki aşıq el atası olub, el gözündə ən mədəni, ən əxlaqlı insan kimi tərənnüm elənən bir insan olub. Bəli, şəxsiyyətim də yəni qorumalı. Əsas odur ki, aşıq adınasa da heç olmasa layiq olaq. Düz, çox sağ ol İlqar, gözəl fikirləriniz. Mən bilirəm ki, sənin rəyində gözəl fikirlər var və sən gənc olmağına baxmayaraq çox dəyərli söhbətlər, çox dəyərli məqamlara toxunursan və elə bilirəm ki, Şəhriyardan bir ifanın vaxtıdır, Şəhriyardan bir ifa alaq, Şəhriyarı gözləyənləri də bir azına ürəyini sakit eləyək, sonra verişimizi davam eləyərik. Gəncə mahalımdan güzar eləyib Tovuz ellərinə xoş gələn sonan. Allah Allah. Alagöz qaraqaş ayna qabaqlı cəmi gözəllərdən baş gələn sonan. Səməndər quşu tək yandım sönmərəm, qəsəm olsun dediyimdən dönmərəm, nə sən əsli döysən, nə də mən kərəm, cavankan ömrümə tuş gələn sonan. Bağban olan bağçasından bar istər, hökmü zaman dağlar başı qar istər. Fətəli xəstədir, kölünü nar istər, əlləri yanıma boş gələn sonun. Birinci gülü havasından. Allah Allah, gözəl.
A belə baxda fara düşəm and içmək üçün Baxda fara düşəm and içmək üçün Bir gecə mehmanım ey ola bu ceyran Ola bu ceyran Ola bu ceyran Kərif qollarını leylim Sala boynuma Oxşuyub qəlbimin ey Ala bu ceyran Ala bu ceyran Ay ala bu ceyran Ay ala bu ceyran Ay ala bu ceyran Baxda fara düşəm and içmək üçün Bir gecə mehmanım ola bu ceyran Kərif qollarını sala boynuma Oxşuyub qəlbimin ala bu ceyran Ay canım. Yaz gələ dağların sökülə qarı Yaz gələ dağların ey sökülə qarı Çıxıb sen eyləyək göy yaylaqları Göy yaylaqları Göy yaylaqları A belə kəpəzdən boylanıb Göy gölə sağırır Kəpəzdən boylanıb leylim Göy gölə sağırır Mənimlə xəyalan eyəm Dala bu ceyran Bəlalı ceyranım Yaralı ceyranım Oy dərdin alem Oy dərdin alem Yaz gələ Dağların sökülə qarı Çıxıb seyr eyləyək göy yaylaqları Çiçək xanım burada yadıma nə düşür Kəpəz Göygöl sizin o veriliş xatırlayıram Hə, Göygölün ətəyində bir verilişiniz oldu Yaz gələ dağların sökülə qarı Çıxıb seyr eyləyək göy yaylaqları Kəpəzdən boylanıb göy gölə sarı Mənimlə xəyala dala bu ceyran Allah Allah. başıman ey dostların cəmi, dostların cəmi, dostların cəmi. Ay yaralı könlümün leylim, ya
yaxın həmdəmi yaralı könlümün leylim yaxın həmdəmi yaralı dil qəmini çala bu ceyran ay bizim elli ay incə belli aleyli leyli aleyli leyli aleyli leyli Əliyəm, əhdim var ayrılıq dəmi Yığıla başıma dostların cəmi Yaralı könlümün yaxın həmdəmi Yaralı dilqəni çalabiləcəklər Allah Allah Allah. Eşq olsun Şəhriyar, eşq olsun. Aşıq Əlinin şeiriydi, ha? Bəli, ustadın şeiriydi. Ha, ustadı salamlayırıq buradan Aşıq Əli. Urfana salamlarımız olsun. Buyurun, əyləşin. Ayınca belli deyəndə bir arada ayınca ellidir. Qoy burada bu incə gül havasını ifa elədiniz. Onda incə gül havasını yaradan ustadımız Aşıq Avdının ruhuna salamlarımız olsun. Allah Tanrıdan ona da rəhmət diləyək və bütün incə dərəsini salamlayaq. Bu incə gül havasından da incə dərəsini salamlayaq. Dostlarım başıma cəm olsun, dostlar deyirsiniz, Aşıq Əli belə buyurub, belə deyim. Onda elə bilirəm ki, dəyərli tamaşaçılar, yəqin ki, verilişimiz bilirəm ki, axarınca gedir və haradasa artıq sarı simə yavaş-yavaş toxunmaq üzrəyik. Bizim kadr arxasında çox dəyərli qonaqlarımız var və biz o qonaqları sizlərə sürpriz kimi saxlayırıq və onlara da söz verəcəyik. Bugünkü verilişimiz doğrudan da özümün də çox ürəyimcədir, çox zövq aldığım bir verilişdir. Çünki elə qonaqlarım da ürəyim calan insanlardır. Oradan hər birinizdən bir zövq alıram. Bugün Şöhrət düzdür, tək gəldi. Ancaq bayaq Yaşar vurğuladı qardaşı Knyazı. Mənim anam həmişə Şöhrətgilə bülbüllər deyir, qoşa bülbüllər. Bax, o bülbüllər ən azından yanımdadır. Hər birinizi bunun üçün bir daha təşəkkür eləyirəm. Səsiniz var olsun, ruhunuz var olsun, barmaqlarınız var olsun. Bu günləri siz dediniz müəyyən işi olan insanlar, mən onların adını çəkmək istəyirəm. Bizim Azaflı yurdunun gözəl oğlu, gözəl sənətkarı Roman Azaflı da bu gün burada iştirak eləməlidir. Romandır, Yaşar Gülümcanov, Yaşar Gülümcanov, Samir Allah verdi. Yəni Allah onların işini avand eləsin. İnşallah bu günləri onlarla da ayrı. Onlar da bir cəm eləyər. İnşallah. Hamısına salam olsun, ailələrinin bayramı mübarək olsun. Buyurun Aşıq Şöhrət, bir gözəl Dəli könül havalanıb hər yetənə can demə. Gül çiçəyi açılmayan bağa gülüstan demə. İnsaf eylə gözlərinlə gördüyünü düz danış. Hakim haqqı seçənməsə ədalət divan demə. Bizdən qabaq bu dünyaya gələn canlılar bəs hanı? Qara torpaq oddu yedi neçə şaha sultanı. Adəm oğlu yaranmışsan yaradanı gəltanı nəsiyyəti qanana ver, qanmaza insan demə. Baş əymişəm, inanmışam üstadların pirinə, yalan yerə and içmərəm bir kimsənin yerinə. Aşıq Əkbər fikirləşib özünü salma dərinə, qibləsini bilməyənə əsil müsəlman demə. Ustada rəhmət, sizlərə can sağlığı, şahsevən havası, sözlər Osman Sarıvərlidən. Nə gözəl, nə gözəl.
Dostum incə barmaqların, sədəflərin özündədir. Mənim meylim bir sazında, aya bir də şirin sözündədir. Söz şairi yüreğimde, söz şairine yüreğimde, zor bir anay dileğimde. Güç herengim bileğimde, güç herengim bileğimde, pehlivanım dizimdedir, pehlivanım dizimdedir, pehlivanın ay dizimde, bir ay dizimde, bir ay kadalalım. Söz şairin ürəyində, zor binanın dirəyində, güc pələngin biləyində, pəhlivanın dizindədir. Qara yazı meşəsində, cavan ofsu həvəsində, aya qulağı maral səsində, gözü ceyran izindədir. Oh yarey, Osman derey, batmayasa. Osman derey, batmayasa. Gel alinden ay, almayasa. Ay Leyla, Leyla, ay kadala, her kim yüzül yaşamasa, her kim yüzül yaşamasa, günahının özündedir, günahının özündedir. Ay günahının ay özün, bir ay özünde, bir ay özündedir. Osman deyər batmayasa, gəl əlinə alma əsa. Aya hər kim 100 il yaşamasa, günah onun özündədir. Ustadlara rəhmət. Təşəkkürlər, təşəkkürlər. Çox sağ ol. Sizə də eşq olsun, Aşıq Şöhrət. Oradan da bir bülbül cəhcəhədir da, səsin, avazın. Bizim verilişimizdə baxmayaraq ki, bax bugünkü proqramımızın, bugünkü verilişimizin qonağı belə gənclərdir. Ancaq çox gözəl bir sənət nümayiş elətdirirsiniz və mənim özüm də zövq alıram. Eyni zamanda mən bayaq sizə dedim ki, baxmayaraq ki, biz sənət biliciləri, ustad aşıqlar ya gözəl şairləri dəvət eləmədik. Ancaq kadr arxasında o qədər dəyərli qonaqlarımız var ki, biz inşallah həmin qonaqlara ara sıra verilişimiz boyunca söz verəcək. Ancaq dedilər, telefon zəngi var, bir zəngi qəbul eləyək. Alo. Bəli, bəli. Belə sabahınız xeyir olsun. Bu bahar günündə, bu yaz günündə ay Çiçək xanım ələmində danışan. Oy ələmi, səsi öpürük, nəfəsi öpürük. Sevindik. Bizə söz var ki, bu Nizami Gəncəv deyirdi, çox danışmaq bəlkə sana asatdır. Çox oldu desələr böyün olsaqdır. Bizdə də çox danışmaq. Elcə deyirəm, sənin o gül camalın ekrana yaraşır, ekran da gül camalına yaraşır. Sağ ol, ay ələm. Bana bir də ki, bu sazı hər oğul, hər kişi gətirib ekranda, valla Oğuzhan verilişi var idi, Oğuzhan verilişi özün bildin də.
Onu da axıra qədər gördüm ama apara bilmədilər. Toxunmayaq o məqamlar, özümüzdən danışaq eləmi? Hə, mən özümdən deyəndə yox, elə sizdən elə bizim verilişimizdən danışaq, biz öz verilişimizdən danışaq. Bizə söz deyirəm, o verilişiniz uzun ömürlü olsun. Sana da can sağlığı arzulayıram. Eşq olsun sizə. İnsanda bir qeyrət, bir vicdan lazımdır. Kişi olsun, qadın olsun. O səndə, o sənətə bağlılıq, o qeyrət var. Öpürük sizə. Verilişdə uzun ömürlü olacaq inşallah. Bir də ki, mənim bir tövsiyəm var. Üzr istəyirəm, iki yol var da, biri var sənətkar, biri var kamil sənətkar. Sənətkar izə düşəndir, yola düşəndir. Kamil sənətkar artıq o yolu asfalta döndərib, o yoldan gedəndir, loru dilindən desək. Onların dördünü də yaxşı tanıyıram, o çağırdıqlarının, o qonaqlarının hamısını da çox istəyirəm. Hamısına da böyük hörmətim var bir əmiləri kimi. Sağ olun ustad. İndahsı bizə söz deyirəm. Bir ustad kimi, elin dilinlə deyirəm. Gərək, buradan dördünə də deyirəm, dördü də mənim canım ciyarım. İndi yola düşürsünüz, elə olun ki, gələcəkdə o ilqaqlar bir söz dedi, gərək ki, aşıq adına gərək ləq olasan, onu doğrulda biləsən. Gərək bax o dediyi sözlərə əməl eləyəsiniz. Sual verildi, suala kəsə cavab verir. Kəsək uzatmaq olmaz. Elə məclis olsun, ekran olsun, yol olsun, har olsun, aşığın ustadlığı onda birliyir. Bəyəklər Çiçək xanım dedi ki, o məclislərdə har olur olsun, sənətkar havasınla, sözünlə, avazınla, nəyinlə o məclisdə öz də loru dilindən, elin dilindən dedi. O sənətkar xalqa özünü tutuzdura bilir. Yəni sevdirə bilir. Bax o, avaz da lazımdır, çalgı da lazımdır, havacaq da lazımdır. Amma bircə sənətkarın kamilliyi onda bilinir ki, çalgı havanın üstünə seçim eləsin. Elə bir söz seçsin ki, hava sözə yaraşsın. O rəhmətli Ələsgər kişi deyirdi ki, əndam libasına layıq, əndam libasına layıq, əndam libasından gözəl. Libas əndamına layıq, əndam libasından gözəl. Gərək söz havaya yaraşa, hava da sözə yaraşa. Üstəlik də gözəl oxuyanda bu olur bal. Qaymaq. Balı da ki, kim yəyənməz, kim sevə bilməz. Ona görə də, ay Çiçək xanım, mən o şöhrət girdə hələ qınamayıram. Onlar cavandılar, gəncdilər. Sən də üstlərini kəsib tez-tez sual vermədən, elə onlardan çağırıbsan qəşəkcənə, istifadə elə, qoy, denə filan havadan bir oxuyun bir söz. Ustad, çox sağ olun, təşəkkür edeyim. Mən bilirəm bunları. Verilişinizə uzun ömürlük. Ələmi, məni eşidirsiniz? Məni eşidirsiniz, Mustafa? Bəli, eşitdim. Mən bilirəm bunların boğçasında, qabında nə var, ona görə imtihan eləyirəm. Hələ bunları imtihan eləyən nə qədər sənətkarlar kadr arxasındadır. Siz baxarsınız, burada nə qədər tamaşaçı yığılıb. Doğrudan da bunlar üçün bir sınaq meydanıdır bugünkü veriliş. Və mən bilirəm bunların sinələrində, ürəklərində, könüllərində nələr yatır. Ona görə azcana bir, o bildiklərinə bir sığal çəkirəm sadəcə. Sağ ol, təşəkkür eləyir. Yeri gələndə. Təşəkkür eləyir, Ustad. Atlas bibini də salamlayırıq. Bu dəfəqiyyətlər arzularım. Onlara da can sağlığı. Çox sağ olun, Ustad. Var olun. Həmişə eldən obadan səsiniz gəlsin. Hə, Aşıq Şöhrət. Bu Aşıq Əlinin, Ustad Əlinin çıxışından sonra istəyirəm dəyərli qonaqlarımıza söz ötürəm. Ancaq burada sənin bu diplomlarını gördüm. Elə bilirəm ki, bizim bu gənclərimizin hər biri müsabiqələrdə iştirak edib və bu diplomlardan hər birinizi almış olarsınız. Və Şöhrətin diplomlarını gördüm. Buyurun, özünüz də kameralara göstərib deyə bilərsiniz, yəni. Yəni, müxtəlif yerlərdə, müxtəlif yarışmalarda almışsınız, bilirəm. Aşıq Şəmkir adına Gənc Aşıqlar Respublikasının müsabiqəsi keçirildi Şəmkirdə və yekun konserti Heydər Əliyev sarayında oldu. Orada İlk dəfə müsabiqədə iştirak elədim, birinci yerə layiq görüldüm. Birinci dərəcəli. Hansı kameranızda? Müsiflər heyətinin sədri Aşıq Sibəndiyə Rüstəmov idi, ona da minnətdarım, təşəkkür edirəm, böyük ustaddır. Sonra hansı hansılar almışsınız? Sonra yenə də Aşıq Şəmkir adına Gənc Aşıqlar Respublika müsabiqəsi keçdi. Yenə birinci dərəcəli diplom, yəni efirdə də görüşə bilər.
Birinci dərəcəli. Sonra burada Bu da bütün ailətlər üzrə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yəni diploma layiq görülmüşəm. Burada hətta bu 3-cü sinif şagirdi Kərimov Şöhrətə verildi. Burada Daşkəsəndə oxuyan vaxtlarım idi, o uşaq vaxtlarım idi. 12 yaşımdaydım, yəni. Burada yazılıb ki, Uşaq Musiqi və İncəsənət Məktəbləri şagirdlərinin Respublika müsabiqəsinin laryantı. Daşkəsən rayon Uşaq Musiqi Məktəbinin saz ixtisası üzrə 3-cü sinif şagirdi Kərimov Şöhrət Elmanoğlu təltif edilir. Aydındır. Yəni bu siz bu da fəxri fərmanımdır. Bu fəxri fərmanına icra başçısı verib Daşkəsən rayon icra başçısı. Daşkəsən rayon icra başçısı. Bəli, bu təltiflərin mübarək olsun, bu diplomları mübarək olsun. Sən bizim istedadlı gənclərimizdənsiniz və elə bilirəm ki, belə diplomlar, belə təltiflər İlqarda da var, Şəhriyarda da var. Və ilk dəfə bu Tovuz rayonunda müsabiqə keçiriləndə, saz müsabiqəsi keçiriləndə hər biriniz bu yarışmanın iştirakçısı olmusunuz. Qalib yerlərinə qədər gəlmişsiniz. O cümlədən sən Ozan Aşıq müsabiqəsində 4-cü yerə qədər gəldin. 4-ə qədər gəldim. Nə SMS idi də Çiçək xanım. Bilirəm, yəni o 4-ün özü də məğlubiyyət deyildi, qalibiyyət idi. Söhbət etsə yəni. Və istəyirəm elə bu sözümüzün axarı olaraq bizi bax bu kadr arxasında gözləyən dəyərli qonaqlara bir söz ötürək. Baxmayaraq ki, şairimiz, aşığımız yoxdur, ancaq sözü bilən, sazı bilən çox mötəbər qonaqlarımız, çox dəyərli qonaqlarımız var. İlk sözü Ramiz Hümbətova ötürəm. Buyurun Ramiz müəllim. O mikrofon sizi gözləyir. Qaş Ceyran çölünə deyirik bizlər. Bu Kür vadisidir. Qaş qabaqdadır. Şairlər gözəli məth eləyərkən siyah zülf, şəhla göz, qaş qabaqdadır. Az zəhmətlə başa gəlir gül, gülək. Şirin-şirin gəl danışaq, gül, gülək. Heç olmasa oynayarıq gül-gül, gülək. İstənilən məna qaşqabaqdadır. Demə Sadıqlıya odun da yoxdur. Şükür, yandırmağa odun da yoxdur. Düşübdür canıma od, un da yoxdur. Yoxluqdan acıdır, qaşqabaqdadır. İsmail Sadıqlıya Allah rəhmət eləsin. Çiçək xanım, sizin verilişiniz mübarək olsun. Təşəkkür ederim. Mən birinci dəfə bu verilişdə çıxış edirəm. Ancaq bundan belə Bakıda yaşayırıq. Hər bazar günü sizin bu verilişi canlı olaraq internet vasitəsilə biz izləyirik. Dostumuz bu Həmid Ormanlı, o da buradadır. Səhər tezdən zəhləşib tez evdə internetin gücü çatmasa, çatanda evdə, çatmayanda internet kluba veririk. Hətta bir də mənim yadıma gəlir, internet klubda bir qulaqçıq bir dənə idi. Qulaqçının bir tərəfindən mən qulaq asırdım, bir tərəfindən də bir-birimizdən danışan Həmid Ormanlı qulaq asırdı. Yəni bu sizin verilişi mən təbrik edirəm, çox gözəl verilişdir. Çox təşəkkür Yenə bu vaxtımız biz ayrı, hər bazar günü elə bir bazar olmuş ki, biz verilişə baxmayaq. Və eyni zamanda Bəhruzar müəllimin o keçmiş gələcək verilişində mən o iş vaxtına düşür, iş otağımda internet vasitəsilə həmişə izləyirəm. Verilişiniz mübarək olsun, baharın bu çağında, bu gündə, bu gözəl təbiətin oyanan vaxtında, düzdür bir balaca hava şəraitindən bağlı bir bahar biraz gecikib, dünən də biz Kürün qırağındaydıq. Yəqin ki, çox az müddətdən sonra hər tərəfi gül çiçək bürüyəcək. Necə ki, bizim bu hal-hazırda bu səhnəni də hardasan könül yəsi deyən Çiçək xanım bəzəyir. Sağ olun. Çox təşəkkür edeyim. Çiçək yazda, baharda çiçəkdən gözəl nə ola bilər? Bir məşhur təzyiqlə də sizi salamlayıram, sizin bu verilişi salamlayıram. Könlünüz var olsun. Elə bil bu gecə çırpıflar göyü. Ulduz tək səpilib tərtərən ərgiz. Sən də bu çəməndə bir ağ çiçəksən, çiçək sərgisi mi tərtər ən ərgiz. Bağ barla tanlar el adətinlə, ölüncə əl çəkməz el adətindən. Hədi, elçilərim el adətindən, yol alsın Qazaxdan tərtərən hər gün. Məmmədin ilqarı dəryalar təki, tən gəldi eşqimə dəryalar təki.
gün olsun qovuşan dəryalar təki. Tel-telə qarışsın, tərənərdik. Sağ olun, Çiçək xanım, bu verilişinizi bir daha salamlayırıq. Bu verilişdən sonra biz Həmid Ormanlı ilə və başqa dostlarla bir yerdə İncə dərəsində səyahət edib, Akif Səmədin qəbrini ziyarət edib, Ustad Aşıq Sadıqla görüşüb və Bakıya yol alacaq. Yəqin ki, saat 12-yə Bakıya çatarıq. Sağ olun, bir daha verilişiniz mübarək olsun. Ziyarətiniz qəbul olsun. Çox sağ olun Ramiz müəllim. Və mən tamaşaçıların nəzərinə çatdırım ki, mikrofon önündə danışan bizim çox böyük, gözəl el oğlumuz, ziyalımız, Azərbaycan nəşriyyatında hər birimizin kitabının əziyyətini çəkən və bütün kitablarımızın yığılmağında, o cümlədə mənim özümün kitabımın yığılmağında çox böyük əziyyəti olan Ramiz Hümbətov idi. Və siz onun dəyərli fikirlərini alırdınız. Çox sağ olun Ramiz müəllim. Təşəkkür eləyirik. Və onu da deyək ki, Ramiz müəllim özü öz çıxışında vurğuladı. Bəli, internet üzrə bizim verilişləri izləyən daimi tamaşaçılarımızdan biri elə Ramiz Hümbətov idi və onun başının dərsini, yəni bura yığışan bütün qonaqlarımıza çox sağ olun deyirik, təşəkkür eləyirik. Bir havadan, bir ifadan sonra digər qonağımıza söz vermək istəyirəm. Elə bilirəm ki, vaxtı itirmədən bir Yanıq Kərəm mövzusuna gəlmək istəyirəm sizlə və Aşıq Əli də dedi ki, onları çox imtihana çəkmə. Ancaq nə bilirik onu çözək. Nə bilirik? Yanıq Kərəm haqqında onu çözək. İlqar, Yanıq Kərəmlə söz yox ki, solo ifaçı kimi səndən alacaq Yanıq Kərəmini. Ancaq necə baxırsınız bu Yanıq Kərəmi ifasına? Son vaxtlar çox şıdırğı formada çalınır. Mənim burnumun ucu görünür. İlk dəfə eşitdiyim versiyalarını, yəni Xındı Məmmədin Yanıq Kərəmisindən ötürü. Sonra Əmrah Gül Məmmədovun, Hüseyin Saraçlının Yanıq Kərəmindən ötürü. Yəni onların o başlanğıc variantı var idi. O köhnə variantından ötürü burnumun ucu görünür. Düzdür, Dədə Ədalət Yanıq Kərəminin möhrünü vurdu. Və bugün solo ifaçılarımız da Dədə Ədalət sayağı o gülləri vurub, o sayaq çalırlar. Yenə onlar da sağ olsunlar ki, Dədə Ədalətdən nələrsə oğurlayıb, mənimsəyib çalırlar. Bəs bu Yanıq Kərəmini oynaya çalanlara nə deyək? Bəs bu Yanıq Kərəmiyə oynayanlara nə deyək? Bəs bu elə Kərəm yanmalı idi, yandı da deyənlərə nə deyək? Yəni bu ən azından bu dastanı da yaradan elə Dədə Ədalət kimi ondan öndə olan ustadlarımız yaradıb, onların ürəyindən, könlündən süzülüb gəlib. Orada acı bir eşq yaşantıları yaşanır. Orada bu xalqın bir göz yaşı, bir naləsi yaşayır. Necə ona oynamaq olar? Kərəm yanmalı idi, yandı da deyənlərə necə baxırsınız? Yəni özünüzün gənc olmağınıza baxmayaraq şəxsi fikirlərinizi almaq istəyirəm bu barədə. Bu dastanı bir günləri mən televiziyaların birində izləyirdim. Bizim hörmətli alim Sədnik Paşayev. Ona sual verdilər ki, bəs Yanıq Kərəmi oynayırlar da, belə elə. Qayıtdı dedi ki, Yanıq Kərəmiyə o insanlar oynaya bilər ki, o Kərəm kimi yanğılı ola bilər. Yəni, dəli ola bilər. O havanın təsirindən, o da ağır ladda deyək də, musiqi dilində. Yəni, bu hava o insanın huşunu ala bilər, onun sərini çıxarda bilər, onun ruhunu ala bilər. Amma bunu ritm şəkildə, bunu müəyyən tərzdə, yəni bu doğrudan saz sənətinə xələl gətirən bir şeydir. Bu təəssüflər ki, bizim respublikamızda müəyyən adını saz solo ifaçısı qoyanlar, bəlkə də başqa alət ifaçısı da sazı götürüb reklam xətrinə mi deyim, reklam qazanmaq xətrinə mi deyim. Qazanc yolunda, yəni toylarda, bəli. Bəli. Və təəssüflər edirəm ki, bizim necə deyim, nümayəndələrimiz deyək də, bizim cəmaat da deyim, başı çıxan, çıxmayan, onları dəstəkləyirlər. Və elə də əl çalırlar ki, güya ki bu sazı başının üstə çaldı, qeyri-adi nəsə göstərdi. Əslində heç Yanıq Kərəminin 3 dənə gülünü də vurmadı, ancaq oynadı eləcə. Mən xalqımızı valla maarifliyə çağırıram ki, yəni gəlin öz sənətimizi dəqiq tanıyaq, dəqiq öyrənək, dəqiq mənimsəyək. Yəni ki, bu millət başa düşməlidir ki, Yanıq Kərəmdir, Ruhanidir və eləcə də bizim xalq mahnımız olan Sarı Gəlindir. Bunlarda müəyyən o qədər notlar, o qədər qəmli şeylər yatır ki, bunları yəni kökünə varsaq biz
ruhumuz əriyə bilər. Yəni biz bu bizim namusumuz, qeyrətimizdir. Bu siz deyirsiniz ki, Yanıq Kərəm dastanında bu Yanıq Kərəm ilə bağlı Kərəm elə yanası idi, yandı da. Müəyyən insanlar fikirləşir ki, Kərəm dastanında Kərəm keşişin qızını sevir. Keşiş düzdür, xristiyan olub, düzdür. Yəni buna baxmayaraq mən elə hesab edirəm ki, sevgi, məhəbbət sərhəd tanımır. Bəli. Burada nə var ki, xristiyan oldu ya o birisi oldu. Bu insan sevibdir, bunun özü də butası olub deyək də. Yəni burada konkret nakan bir eşqdən bu insan sevir, onu vermirlər, onun yolunda ərzurma, gedir, çıxır, oradan hangrı gedir. Bu gör nə əziyyətlər çəkir və axırda bunu... Ziyadxan oğlu Mahmudu kərəm eləyən bir eşq yaşanır burada. Eşq yaşanır. Mən o dastanı başdan ayağa oxumuşam, oxuya yaşamışam o dastanı, ağlamışam. Yəni burada oynamalı mən bir şey görmürəm. Təəssüf edirəm ki, yenə deyirəm, bizim tamaşaçılar indi bizi izləyirlər. Toyda sifariş verirlər ki, Yanıq Kərəmi oynayaq. Bu Yanıq Kərəmini sifariş verin ki, aşıq bir Yanıq Kərəm çal, onun da bir sözünü deyək, oturaq qulaq asaq. Və bu cür təbliğatlar olsa, mən Allahın dostun inanıram ki, bu şeylər yığışdırıla bilər. Və üzümü tuturam müəyyən dediyim o saz ifaçılarına, əlinə saz götürüb toylarda Yanıq Kərəmini, siz demiş, başını üstə çalan, yerə qoyub onu ifa eləyən. Bu, məncə, çox ağır bir cinayətdir, millətə ruhuna zərbə vuran bir hərəkətdir. Bu şeylər haqqında bu böyük bir missiya başlanmalıdır və başlayıb da mən çox təşəkkür edirəm. Elə bu missiyanın başında duranlardan biri bizim professorumuz Məhərrəm Qasımlıdır, İlxan Məmmədlidir və digərləri həmişə gənclərə şey edir ki, deyir ki, tələb eləyin, müharibə eləyin, dalaşın, savaşın, bu sənəti o günə qoymasınlar. Və mən yenə deyirəm ki, gəlin çalışağın, kimə dəyər verdiyimizi biləyin, kimə qulaq astığımızı biləyin. Mən bu qədər fikirləşirəm Çiçək xanım. Çox təşəkkür edirəm. Sözünə qüvvət dünən verilişlərin birində elə mən Teymur Əmrah gözəl ifaçımız, gözəl müəllimimiz, musiqi müəllimimiz Teymur Əmrah dedi ki, mən Gəncə toylarında gördüm bir saz çalan dedi, necə dedi, sazı nə günə qoyur və getdim ona deyir, ürək sözlərimi dedim, necə lazım idi dedim, ancaq istədim deyir ona bir şillə vuram. Şillə vuram ailə. Elə isə o ustadlardan müraciət elədi. Ay ustadlar, ay belə gənclərə dərs örgədən, dərs keçən ustadlar. Bəli, əgər sizin yanınıza gəlir, o qara saz sinəsində daşıyırsa, onda ona bir ustad şilləsi vurun. Ayılsın, ən azından ayılsın. Yəni bu saza, bu xalqa, bu millətə sizə 5-3 nəfər əl çalır və oynayır deyən o sazı o kökə salmaq olmaz axırı. 400 nəfər, 500 nəfərlik toyda onun 300-ü, 400-ü, içində axır 5 nəfər o sazı gözəl biləni var. O sazı sənəti, o sözü bilənləri var. Ən azından o bircə nəfər də olsa onlara hörmət eləmək lazımdır. Buyurun, davamınız varsa, yəni nəsə demək istəyirsiniz. Sazla bağlı gözəl ustadlarımızın nəsihət kimi şeirləri var, divaniləri var. Dədə Əmrahın da bir gözəl divanisi var. Deyir, abad məclis arasında başda duran bu sazdır. Arif kəslər qiymət verən, başda duran bu sazdır. Anlamaza söz verməyən, qanana nökər olan, yaxşı gündə, dost evinə gündə varan bu sazdır. Bu cür tövhədən sonra, bu cür sözdən sonra xalqı sazın necə də sevimli, necə də maraqlı bir xalq aləti olduğunu tərənnüm eləyən gözəl şairlərimizin şeirlərindən sonra, bunlardan sonra vallahi yenə deyirəm, istər Yanıq Kərəm olsun, istər müəyyən havalar olsun, bunları toyda maddiyyat xatirinə vallahi yəni endirmək olmaz, səviyyədən salmaq olmaz. Bəli, düzdür, qazanc xatirinə o sazı nə gündə ifa edirlər və sazı bilməyənlər necə alqışlayırlar. Düz dedin ki, ay bizim əziz xalqımız, ay bizim sənət sevərlərimiz, sazı sevənlərimiz, izin verin, biz də toydan zövq ala bilək də. Biz də o toylardan zövq alaq və gözəl sazı dinləyək. Niyə o dərəcədə alqışlayırsınız və onlar özlərindən o qədər pəjmürdə olurlar ki, doğrudan da özlərini bir böyük sənətkar bilirlər. Yəni, ən azından bir hava çalsın, ancaq mükəmməl çalsın, gözəl çalsın. Mən elə bugün bu gəncləri nümunə üçün bura yığmışdım və bir də Əsli Kərəm, şöhrət sözüm var idi, Əsli Kərəm dastanına bağlı. Buyur, siz deyin, mən davam eləyəm. Çox sağ ol, qardaş, çox gözəl söhbət elədiniz. Mən də çox pis baxıram, yəni sazın başını yerə qoyub el eləmək çox qəbayət. Günahdır ən azından. Günahdır, bəli. İnsanda yaxşı sifət əzəl binadan gərək.
Tərbiyəsi kamil ola ata-anadan gərək. Dünyada adam sayılan qəlbini pak saxlasın, ölməyincə əl üzməsin, bari xudadan gərək. Gəl halalına harammaya qatma, dur. İlqarına müqəddəs ol, hilə yalan satma, dur. Aylı bu gen aləmə bax, uyğularda yatma, dur. Bəxtini ağır yuxudan, çağır boyadan gərək. Şəmşirəlin söylə görüm, hansı xeyir nəftədir? Sənin meylin, məhəbbətin nuru bir nəfərdədir. Səsləsən gələr hayına, mərd ağanı Nəcəfdədir, kəsməsin ümidini könül əhli saxadan gərək. Dədə Şəmşirə rəhmət, sağ ol qardaş, çox gözəl dediniz. Buyur Şəhriyarın da fikrini alaq. Mən də bu qardaşların, İlqarın, Şöhrətin fikrinə şərikəm. Sazımızla, belə folklorumuzla oynamaq olmaz. Çünki bu bizim güvən yerimizdir, Türkün silahıdır. O bir söz var ustadlardan, qara camahatda gözümdən düşüb, yanıq kərəmiyə süzəndən bəri. Deyir, səni bəyənməyən ay mələk sazım, qırıqdır zatından mayası yoxdur. Əməli əl verir şərəb ötana, könlündə bir Quran ayəsi yoxdur. Nəyimə gərəkdir soyum deyənlər, təki pul paradan doyum deyənlər, sazı bir qırağa qoyun deyənlər, kökündən uzaqdır, niyəsi yoxdur. Tanıyır bu yurdu, tanıyır bu eli, biraz həyacanlandım. Eybi yox, fikrinizi tanıyır yağlar bu Yavuz eli, kimdir Təbriz Şirvan ya Tovuz eli. Sazına sahib çıx, ay Oğuz eli, sazın səndən başqa yəsi yoxdur. Allah Allah, gözəl. Gözəl. Çox sağ olun. Bax bu da şeir ərmağanımız olsun. Elə sazımıza rəğbətən, sazımıza hörmətən olan şeirlər olsun. Sevgili tamaşaçılar, bəli, İlqardan bir yanıq kərəmini alacaq. Əgər sazın kökü yerində döysə, kök nizamlaya bilərsən İlqar. Yanıq kərəmini duymaq və başa düşmək istəyənlər, ay yanıq kərəm havasına oynayanlar, ayılın və əsli kərəm dastanını bir də oxuyun. Bir də oxuyun ki, o dastanda nələr yaşanır. Yəni, kərəm yanmalıydı, yandı da deyənlərin düşüncəsi qədər, öldümü görəsən bu dastanı bizə qədər əsrlərdən bəri süzülüb gələn ustadların yaratdığı bu dastan. Yəni, onlar ən azından elə bugün bizim devrimizdə yaşayan Dədə Ədalət, yəni sizlər qədər bilmirdimi ki, yana-yana çalır o yanıq kərəmini. Niyə tüstülənir Dədə Ədalət? Bizim gözümüzün qabağında niyə yanır? Belə çıxır ki, sizin qədər bilmir, eləmi? Yanıq kərəm yanmalıydı, yandı da. Bir xalqın, bir millətin eşq məcarəsi yaşayır bu dastanda. Biz böyük Türk dünyasının evlatlarıyıq. Biz mövlanələr davamçısıyıq. Mövlanə deyirdi, istər xaçpərəst ol, istər bütpərəst ol, hər kim olursan ol, gəl mənim evimə, mənim könlümə gəl. Mənim könlümün qapıları açıqdır. Necə yəni bu eşqə necə hörmətsizdir, bu yanan eşqə, bu tüstülənən eşqə necə oynamaq olar? Deməli, onda hissiyatımız yoxdur. İlqardan bir gözəl yanıq kərəm. Aman lələ, axtardığımı tapmışam, telləri sərində tərlan əlində. Bir canım var, yara qurban demişəm, telləri sərində tərlan əlində. Halları var, dürlü məzədir, yanaqları qızıl güldən təzədir.
Sağ əli ilə ağ tərlanı bəzədi, telləri sərində tərlan əli. Kimə qılım fəryadımı, dadımı? Canım çıxsın, özüm çəkim odumu. Mahmud idim, Kərəm qoydum adımı. Telləri sərində tərlan əli. Eşq olsun. Sücayət yazır, ağlım təzə-təzə kəsirdi hələ. Sən vara dövlətə satanda məni, məhəbbət yandırıb kül eyləmişdi 18 yaşına çatanda məni. Başımda dolanan dən idim onda, gözümdə dumandın, çən idin onda. Özümdən xəbərsiz sən idin onda, axtaran da məni, tapan da məni. Yollarım o dolub, ayağım yalın. Əlində qalmışam dərdin, məlalın. Əridib şam kimi şirin xəyalın, soyuq zindanlarda yatanda mənim. Onun məhəbbəti dilindəydi, həqiqət gözümün selindəydi. Əlin o nadanın əlindəydi, həsrətin odlana çatanda mən. Birimiz ağlarıq, birimiz də şən, dağdan ağır dərdli sücayət çəkən, həmişə yadıma sən düşəcəksən, hər ürək ağrısı tutanda mən. Demek yiyin koy size bir şey diyeyim. Suya tokundursan su yuyar gider. Gitme ellerimin xınası gitme. Korkuram dumanda içip batasan. Gitme göllerimin xınası gitme.
Bilmirəm tanrısan yoxsa ki bəşər, şair qismətinə gözəllər düşər. Gedərsən gözümdə göllər titrəşər, getmə göllərimin sonası getmə. Keçilməz sədd olar, aşılmaz hasar. Qəm bir qapaz olub başımdan basar, ləpələr titrəyər, dalğalar susar. Getmə sevincimin dəryası getmə. Odlanan ürəyim, nurlanan üzüm, çağlayan ilhamım, sellənən sözüm, axşamım, səhərim, gecəm, gündüzüm, getmə həyatımın mənası getmə. Getmə göllərimin sonası getmə. Getmə. Sənin ahın da xoş, amanın da xoş. Dağla sinəmizi dağla Kərəmi. Ziyad xan oğlunun nakəm eşqinə yaman ağlayırsan, ağla Kərəmi. Dağla sinəmizi dağla Kərəmi. Gürlayırsan, gürlə belə, çax belə. Qəlbimizə süzül belə, ax belə. Fəryadınla yandır belə, yax belə. Ağla yaramızı ağla Kərəmi. Dağla sinəmizi dağla Kərəmi. Canandan ayrıldı, can əsli getdi. Köşdü qara məlik, xan əsli getdi. Ağla yazıq Kərəm, yan əsli getdi. O gedən karvanı saxla Kərəmi. Dağla sinəmizi dağla Kərəmi. Nəşə də səndədir, ələm də səndə. Şeir də səndədir, qələm də səndə. Lələ də səndədir, Kərəm də səndə. Çağla ginən, çağla Kərəmi. Mən yazıq bəhman ağla Kərəm. Mən yazıq bəhman ağla Kərəm. Gözəl, eşq olsun. Bax, ürək qoymaq bu idi, bax. Əsl yana-yana çalmaq və görürsünüz, nə sazı oynatdı, nə özünü oynatdı. Ancaq burada bir gözəl ifasını göstərdi. Əslində, Yanıq Kərəmini, indi İlqar özü sayağı çaldı və mən Yanıq Kərəmini o vəziyyətdə çalanları görürəm. Valla qulaq asmağım gəlmir. Çox sağ ol İlqar, təşəkkür eləyir. Vaxtı məqamı itirmədən dəyərli tamaşaçılar, bizi kadr arxasında gözləyən çox hörmətli qonağımızın biri, mənim çox sevdiyim, özümün çox sevdiyim və Bakı şəhərində sayğılarla
gələn Həmid Ormanlıya söz verirəm. Mən Həmid mikrofon önünə çatana qədər həmişə Həmidə deyirəm ki, Həmid, sən dərvişlərimizin sonuncususan. Bu sufi yolunun, bu ürfanlığın yorulmaz yolçularından olan hamı istəyər ki, Həmidin qələminə düşsün. Allah bizə də qismət eləsin Həmidin qələminə düşək. Həmid Ormanlı buyursun. Çox sağ olun Çiçək xanım. Mən buradan qədim Oğuz elindən, Tovuz elindən bütün ərzin dörd bir yanına yayılan sizin bu gözəl verilişinizin həmişə izləyəniyəm, bəxləri, böyük ürək sahibi, böyük siyalı əziz dostumuz Ramiz Hümbətov gözəl vurğuladı o şirin məqamı da. Həqiqətən olmuş söhbətlərdir. Mən Aşıq Şəhriyarın, Ramiz Hümbətovun burada bir neçə gündür qonağıyam. Bu günləri bura Ərgən aşıqları dəvət edibsiniz. Bunların hamısı mənim çox sevdiyim sənətkarlardır. Yayın qızmar istisində Aşıq Şöhrəti baxışında o gördüyümüz buxara papaqla görmüşəm və gözəl təəssürat doğurur məndə. İçimi oynadır, yəni belə dədələr sayaq ustad yolundan getdiyinə görə. İlqar Qələmçəli mən bir neçə dəfə dinləmişəm. Bu gün məni doğrudan bir cezb məqamı yaşatdı məndə. Eşq olsun, o qalın linzalı eynəyin arxasından baxa-baxa sazı elə salır ki, belə söz tapa bilmirəm deməyə. Və sazı mən deyən yerdən çalan, səsi mən deyən yerdən oxuyan Aşıq Şəhriyar da ki, şükür Allaha hamı tanıyır, onun istedadına bələddir. Aşıq Şəhriyarla indi yəni irtimasımız daha çoxdur deyin. Onun haqqında söz demək məndən ötürü çox hasant bir şeydir. Aşıq Şəhriyar bəxt də ustad sənətkarımız Əli Quliyevdən oxudu. Çox gözəl sözlər idi. Əli Əmdən oxuyur. Aşıq Şəhriyar mürşüdüm Akif Səməddən oxuyur. Onun yaradıcılığını demək olar ki, əzbər bilir. Ağamalı Sadiqdən oxuyur. Məmməd İlqardan, Məmməd Dəmirçioğlu'na. Akif Səməddən oxuyan aşığa Aşıq Şəhriyar ölüm gəlmir heç vaxt. Sən bu ölümsüzlüyü qazanan aşıqlardansan. Öpürəm səni. Dünənləri nəinki Tovuzun, eləcə də Azərbaycanın ağsaqqallarından sayılan Nəsir Əhmədliyi də gördük burada. O da salamlarını, məhəbbətlərini bildirdi sizə. Nəsir müəllimin rəhmətli qardaşı Professor Bəşir Əhmədli, yəqin ki, tanıyırsınız hamınız. Çiçək xanım, Nəsir Əhmədli deyir ki, qardaşım Bəşir müəllim deyir, aşıq olmaq istəyirdi, deyir, ola bilmədi, getdi, deyir, professor oldu. Bu, yəni Nəsir müəllimin saza olan qiyməti. Bir də adını çəkmək istəmirəm, bəzən ziyalı deyirlər, ancaq ziyalı hər oxumuş adama, hər kitab dəftər açana ziyalı deməzlər. O əgər xalqa, millətə xidmət eləyirsə, aydınlıq gətirirsə gələcək yoluna ziyalı olardı. Bir gün o heç adını belə deməyə ehtiyac duymadığım bir tanınmış isimlərdən biri Akif Səmədlə mübahisə eləyir saz sənətinin üstündə ki, bu aşıq nədir, aşıq nə olan şeydir. Belə mübahisə eləyə gəlirlər Azərbaycan televiziyasına. Onda İlqar İmanverdiyev var idi, professor. Bəli, sazınızın gözəl bilirsin. O vaxt bilmirəm yadınızdadırmı, Yapon qızı var idi, Tokimora, saz çalırdı gəlib Azərbaycanda. Akif Səmədə İlqar İmanverdiyev göstərir həmin Yapon qızını, deyir, Akif tanıyırsan, bu da Yapondur, deyir. Deyir, Yaponu deyil, mənim bölümdəkidir, deyir, bu gül kimi saz çalır. Yəni, bu sazı duymamaq mı olar, Çiçək xanım? İndi bəxləri Yanıq Kərəmiyə möhür sözləri var idi Akif Səmədin, deyirdi ki, Yanıq Kərəmiyə oynamaq olar, ancaq bir şərtlə şəhid anası Şuşanın dağlarına necə oynayır, elə oynamaq olar. Yoxsa yəni başqa cür oynamağın əlbəttə mən də tərəfdar deyirəm. O qədər bəxlər İlqar qardaşım çox gözəl sözlər deyir, ürəyimi oxudu elə bil ki, özü də bu gənc yaşında bu fikirləri deyir, doğrudan da aşıq sənətinin gələcəyinə qürurla baxmağa dəyər, inamla baxmağa dəyər və mən bu Türkiyə televiziyasına təşəkkürümü bildirirəm, eşq olsun. Çox gözəl, bilmirəm bunu necəsə həyata keçiriblər. Mən özüm Borçalıdan olsam da İncə dərəsinə bələd adamam, az çox
yəni yeşəxanalıq çıxmasın, çox o ruha bələdəm və məndən olsa bütün ovqat verişlərini ancaq incəllər aparar. Eşq olsun, belə gözəl ovqatı yarada bildiyiniz üçün, tuta bildiyiniz üçün bütün dostlara hamıya salam deyirəm buradan. Eşq olsun, sağ olun. Verişiniz tur dağı kimi dursun həmişə. Sağ olun. Çox sağ olun. Mən bildim ki, həmin Ormanlıdan heç kimindən eşitmədiyimiz sözləri eşidəcəyik. Sevimli şairimiz, gözəl ziyalımız, yəni Qazaq ziyalılarından ən gözəl nümayəndəsi Cavanşir Rüstəm də bizə tamaşaçı kimi buradadır. Cavanşir müəllim, bir qısaca ürək sözləriniz buyurun mikrofona sizdən də alaq. Efirimiz yekunlaşmaq üzrədir. Bir ifa alaq uşaqlardan sonra. Şəx xanım, mən də öz növbəmdə sizin bu verilişə təşrif buyuran bu gözəl saz sənətkarlarını və qonaqlarımız söz ustadlarını salamlayıram. Sizə Qazaq mahalından qucaq-qucaq salamlar gətirmişəm. Peyğəmbərimiz Həzrəti Məhəmməd buyurmuşdur ki, təbəssümünüzlə və şirin sözlərinizlə insanların qəlbini oxşuyun. Sizin apardığınız bu xoş ovqat verilişi insanlara nəinki xoş ovqat, xoş əhval ruhiyə bəxş eləyir. Elə sizin bayaq Həmid qardaşımız demişkən, başdan ayağa siz özünüz xoş ovqatsınız. Allah bu, kim ki sözə, saza sığınır, o insanlar həyatda ölmür heç vaxt. Və siz bu söz, saz sənətimizi yaşatdığınız üçün mən sizə minnətdaram. Doğulduğum kəndimin cəmaatı adından, Kosalar kənd cəmaatı adından sizə və bu verilişinizi təşkil etdiyiniz üçün bax, Türkiyə TV-nin rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Və qardaşım sazda doğrudan elə gözəl çaldı ki, inanın, ustad aşığımız Ədalət qağamız buyurur ki, deyir, mən sazın başını ucalara, göylərə qaldırıram. Bəzi aşıqlarımız bu sazın başını yerə indirməyə çalışır. Və qısaca bir şeirlə mən fikrimi tamamlamaq istəyərdim. Sizin bu verilişinizə, inanın, o qədər vurulanlar, o qədər sevənlər var ki, onların adından sizə təşəkkürümü bildirirəm. Çox sağ olun Cavanşir. Deyir, mən sənə vuruldum, ay sədəfli saz. Söz sənət aşıqı bir insan kimi, dədəm qorqut həsrəti var canımda, gəl sarıl boynuma mehriban kimi. Sən olub eşqimin sözü əzəli, beşiğin başında yandırdın şamı, sığındım qoynuna qərib axşamı, quşlar da budağa sığınan kimi. Sazım Cavanşirə dellələmisən, hər nə eləmisən, sən eləmisən, sən məni özünə sehir eləmisən, ədalət, ələskər, bir iman kimi. Və mən arzuluyuram ki, bu verilişin ömrü də saz söz ömrü qədər olsun. Çox təşəkkür edirik. Eşq olsun sizə və qonaqlarınıza. Sağ olun, çox sağ olun. Gəlişinizə görə təşəkkür edirik Cavanşir müəllim. Bax belə sevgili tamaşaçılar, əziz qonaqlarımız, artıq efirimizin sonuna, yəni verilişimizin vaxtının artıq tamamlamaq üzrədir, sonuna yaxınlaşmaq üzrəyik. Elə bilirəm ki, sonda Şəhriyardan mütləq bir sartel havası gözləyirlər. Bir daha hər birinizə İlqar, Şəhriyar, Yaşar və bizim çox sevimli bülbülümüz Şöhrət. Hər birinizə çox təşəkkür eləyirəm gəlişinizə görə. Gələn dəyərli qonaqlarımız, hər birinizə təşəkkür eləyirəm. Yəni Bakı şəhərindən çox böyük diqqətlə, sayğı ilə gəlmişsiniz. Bizi izləyən, ekran önündə izləyən bütün tamaşaçılara, bizlərə vaxtınızı ayırdığınıza görə sizlərə təşəkkür edirik. Və bizim verilişimizə dəstək olduğuna görə Saloğlu Mebel Fabrikinin rəhbərliyinə və işçilərinə təşəkkür eləyirik. Geyimim üçün isə Gəncə şəhərində yerləşən Yeni Gəncə Daş Ticarət Mərkəzində yerləşən Rodin və Egzotika qadın geyimləri bölümlərinin işçilərinə, Zaura və Polada təşəkkürümü bildirirəm. Çox sağ olsunlar ki, hər verilişdə, o da mənim verilişlərimi, onlar da mənim verilişlərimi dəstəkləyirlər. Bir daha onlara da öz təşəkkürümü bildirirəm və onların ünvanını bir daha tamaşaçıların, xanımların nəzərinə çatdırıram ki, Yeni Avtovağzalın cərgəsindən 8-ci sırada yerləşir bu qadın geyimləri bölümü və hər gün, hər həftə yeniləşən qadın geyimlərində oradan ala bilərsiniz. Və sizlərə bir daha dərin təşəkkürümüzü bildiririk ki, bu xoş ovqatı bizlərlə bahəm yaşadınız. Belə deyirlər ki, zaman, məkan, imkan, məqam
bir-biri ilə ziddiyyətdə və təzadda olan ziddiyyətlərdir. Həyat özü bütövlükdə təzadlar və ziddiyyətlərdir. Məqam, məkan, zaman, imkan bütövlükdə insan həyatı hər kəsə bircə dəfə verilir və insan həyatı da xoş məqamları, insan qəlbi də gözəl aurası, xoş məqamları ilə gözəldir. Hər kəsə gözəllik bəxş eləyir. Onda gəlin belə deyək, zamanın gözəli, gözəl insanlar olan zamandır. Məkanın gözəli, gözəl insanlar olan məkandır. Məqamın gözəlliyi ötürülməyən məqamdır. Əgər bu məqamı ötürmədinizsə. İmkanın gözəlliyi, insanlara xidmət edən bu gözəl əməllərin çiçəkləndiyi imkandır. Əgər o imkanı sizə verə bildiksə və insanlığın gözəlliyi isə ürəyi gözəl, duyğusu gözəl, saf duyğulu, gözəl insanlardır ki, bu ovqatı sizlərə yaşada bilirlər və biz bugün o ovqatı sizlərə verə bildik. Elə isə gözəlliklər bizlərlə və bizi sevənlərlə olsun. Allahın izni ilə sizlərlə xudafizləşirik. Allah havanında Şəhriyardan bir gözəl ifa ilə. Açılıbdır ay gülüm, ay gülüm, ay gülüm, kızıl güller. Vallah bülbülün ala vaktidir. Yer ceyrana, yer ceyrana, yer ceyrana, aylan dayan qadan alem, qadan alem, qadan alem. Budur geldi bahar faslı. Dağların lala vaktidir. Açılıbdı kızıl gülleri, Allah bülbülün nala vaktidir. Bülbüller dolanır bağı, bir xəlvət eylən otağı. Ay sana kurban olum sağı, meyver piyala vaktidir. Ondan necə keçim? Qələm çəli, səsində çim. Mən şairəm, o köməkçim, hər qeydimə qalıb sazım. Eşq olsun.
Abbasam Leyli 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 Al başımı dizin üstə Çal yataklayla vaktidir Çal yataklayla vaktidir Ay gülüm gülüm, ay gülüm gülüm, ay gülüm gülüm, gülüm gülüm, gülüm gülüm Abbas deyər boy bəstə Dərdindən düşmüşəm xəstə Al başımı dizin üstə, çal yataklayla vaxtıdır